Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala khatemen nebiyyin. Ve eşhedü en la ilahe illallah vahdehu la şerike lah. Ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Əmmə ba'd. Əziz və dəyərli olan qardaşlar, ilk növbədə hər birinizi salamlayıram. Esselamu aleykum və rahmetullahi və barakatuh. Və bundan sonra Allaha həmd sənalar olsun, şükürlər olsun ki, Rəbbimiz bizi mübarək məclisdə, iftar məclisində və mübarək günlərdə Ramazanın son 10 günlüyündə cəm edib bizi. Allaha həmd olsun. Və bu barədə istədik ki, nəsiyyət olaraq, necə ki, son 10 günlüyə daxil olmuşuq, Şeyximiz Şeyx Abdullah ibn Abdurrahim el-Buxari Hafizahullahın Ramazanın son 10 günü ilə əlaqəli olaraq nəsiyyəti var. İnşallah ondan vaxtımız çatdığı qədər bu gün oxuyacağıq inşallah. Barakallahu fikum. Uca Allah mübarək Ramazan ayı haqqında buyurur ki, ey iman gətirənlər, sizdən əvvəlkilərə vacib edildiyi kimi sizə də oruç tutmaq vacib edildi ki, bəlkə Allahdan qorxasınız, pis əməllərdən çəkinəsiniz. Buna görə də bu mübarək və fəzilətli olan Ramazan ayı ilin ən üstün ayıdır. Şeyx buyurur ki, ilin ən üstün ayı adlanır. Və həmçinin Quran-ı Kərim bu ayda nazil olmuşdur. Uca Allah buyurur ki, Bəqərə surəsi 185-ci ayədə Şəhru Ramadanəl-ləzi unzilə fihil Qur'an. Quran Ramazan ayında nazil olmuşdur. Nazil olması Ramazanın, Şeyx söyləyir ki, son 10 gününün gecələrindən biri olan Qədr gecəsində baş vermişdir. Uca Allah buyurur Qədr surəsi 1-ci ayədə İnnə ənzəlnəhu fi leylətil qadr. Biz onu Quran-ı Kərimi Qədr gecəsində nazil etdik. Və həmçinin Rəbbimiz Duhan surəsi 3-cü ayədə buyurur ki, şübhəsiz ki, İnnə ənzəlnəhu fi leylətin mübarək. Biz onu mübarək gecədə nazil etdik. Şeyx Abdullah buyurur ki, bu ayın fəzilətləri çoxdur. Və son 10 gecəsi ilin ən xeyirli gecələridir. İbn-i Qeyyim Rahiməhullah Zədul Məad əsərində bəzi gün və ayların digərlərindən üstünlüyü barədə danışarkən söyləyir ki, Rahiməhullah, Allah Subhanahu wa Taala bəzi gün və ayları digərlərindən üstün tutub. Ramazan ayını digər bütün aylardan, onun son 10 gününü isə digər bütün gecələrdən üstün tutmuşdur. Qədir gecəsi isə 1000 aydan daha xeyirlidir. Əgər səndən soruşsalar ki, Zilhiccənin 10 günü yoxsa Ramazanın son 10 günü daha fəzilətlidir. İbn-i Qeyyim Rahimullah deyir. Bu zaman deyir, doğru olan budur ki, doğru cavab budur ki, Ramazanın son 10 gecəsi Zilhiccənin 10 gecəsindən daha üstündür. Zilhiccənin 10 günü isə, yəni gündüzləri isə Ramazanın son 10 günündən, gündüzündən daha üstündür. İbn-i Qeyyim Rahimullah təfsilatlı şəkildə məsələyə aydınlıq gətirir bu cür. Çünki Ramazanın son 10 günü Qədr gecəsinə görə üstün hesab olunur. Bu da gecəyə aiddir. Ramazanın son 10 gününün gecələrinə aiddir, deyir İbn-i Qeyyim Rahimullah. Zilhiccənin 10 günündə isə Qurban günü, Arafa günü və Yevmut Tərviyyə, Tərviyyə günü olduğu üçün Zilhiccənin ilk 10 gününün gündüzləri daha xeyirlidir, daha üstündür. Şeyx söyləyir ki, ey möminlər, mübarək ayınızın günləri artıq bitmək üzrədir. Sanki mirvariləri sapa düzülmüş bir boyunbağı qırılıb, dənələri ətrafa səpələnir. Daha dünən xoş gəldin deyib bir-birimizi təbrik edirdik. Bu gün isə artıq ayrılırıq yəni Ramazandan. Artıq baxırsan ki, Ramazan bitir daha, son 10 günlük deyil. Sanki təzə bir-birimizi təbrik eləmişdik Ramazanın girişi ilə, həqiqətən. Baxın, zaman necə də sürətli gedir. Şeyx buyur ki, Allahdan kömək istəyirik, kömək edirik və Allaha təvəkkül edirik. Ey möminlər, Ramazanın bu son 10 günü onun tacı və çırağıdır. Fəzilətin ən üstünü, xeyrin isə ən xeyirli olanıdır. Əgər Ramazan ayı vidalaşmağa yaxınlaşıbsa, müvəffəqiyyət qazanmış bəndə odur ki, başlanğıcda etdiyi naqislikləri sonunda düzəldəcək. Ayın qalan hissəsi az olsa da, Şeyx buyurur ki, ən əzəmətli olanıdır.
Yenidən qollarınızı çırmalayın. Son 10 günlükdə yenidən qollarınızı çırmalayın. Salih insanlar nəfslə və şeytanla mübarizə bayrağını yerə qoymamalıdır, deyir şeyx. Ən böyük yarış meydanın sonunda olan yarışdır. Ey səbirli qədəmlər, dözün. Az qalıb, əməllər sonluğu ilə binlər. İbn-i Qeyyim Rahiməllah Zədul Məad əsərində buyurur ki, Peyğəmbərin sallallahu aleyhi və səlləmin Ramazan ayındakı hədiyi yolu ibadətləri çoxaltmaq idi. Cəbrail aleyhissalam Ramazanda onunla Quranı təkrar edərdi. Onunla görüşdüyü zaman o xeyir işlərdə, Allah Rasulü xeyir işlərdə əsən küləkdən daha cömərd idi. O insanların ən cömərdi, ən səxavətlisi idi. Və Ramazanda onun cömərdliyi daha da artardı, deyir. Bu ayda sədəqəni, ehsanı, Quran tilavətini, namazı, zikri və etiqafı çoxaldardı Allah Rasulü. Ramazana digər aylara ayırmadığı xüsusi ibadətləri ayırardı. Burada İbn-i Qeyyim Rahiməllahın sözü bitmişdir. Buna görə də şeyx söyləyir ki, bu məqamda bəzi əməlləri xatırlatmaq vacibdir. Ki, kimin hidayəti Peyğəmbərin sallallahu aleyhi və səlləmin hidayətinə uyğun gələrsə, yoluna uyğun gələrsə, Allahın izni ilə qurtuluşa, xoşbəxtliyə və xeyrə çatmış olar. Və bu, şeyxin xatırlatdığı əməllərdən birincisi, Şeyx Abdullah Buxarinin Allaha yaxınlaşdıran ibadət və itaətlərdə səyi artırmaqdır, cəhdi artırmaqdır, çalışmağı artırmaqdır. Belə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gündə ibadətdə başqa günlərdən daha çox cəhd göstərərdi. Daha çox çalışardı Allah Rasulü Ramazanın son 10 günündə. Buxari və Müslimin, Allah onlardan razı olsun, Ayşə radiyallahu anhənin, möminlərin anasının rəvayət etdiyi hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm Ramazanın son 10 günü daxil olduqda izarını, belini bərk bağlayardı. Gecəsini ihya edər, ibadətlə keçirər və ailəsini oyadardı. İmam Müslimin səhihində gələn ləfsdə isə Allah Rasulü Muhammed sallallahu aleyhi və səlləm son 10 gün daxil olduqda gecəni ihya edər, ailəsini oyadar, ibadətdə daha da cəhd edər, artırar və izarını bərkidərdi, hədisdə gəlir. Böyük alim, şeyx buyurur ki, böyük alim İmam Nəvavi rahimehullah Müslimin şərhində, bu hədisin şərhində söyləyir ki, izarını bərkidərdi, yəni ibadətdə adət etdiyindən daha çox səy göstərərdi Allah Rasulü. Sual, izarın bərkidərdi nə deməkdir, qardaş? Yəni ibadətdə adət etdiyindən daha çox səy göstərərdi. Həmçinin İmam Müslim səhihində Ayşənadan rəvayət etdiyi hədisdə gəlir ki, Rasulullah sallallahu aleyhi və səlləm Ramazanın son 10 günündə başqa günlərdə göstərmədiyi qədər səy göstərərdi. Və həmçinin gecəni ihya etməyin mənası. Necə ki, hədisdə keçir ki, o gecələri Ramazanın son 10 günündə gecələri ihya edərdi. Bu barədə şeyx gətirir, İmam İbn Rəcəb rahimehullah söyləyir ki, o Ramazanın son 10 gününü ayın digər günlərində etmədiyi əməllərlə xüsusiləşdirərdi. Bunlardan biri də gecəni ihya etməkdir, İbn Rəcəb söyləyir. O da nədir? Oyaq qalmaq. Bununla bütün gecəni ihya etmək nəzərdə tutula da bilər. İbn Rəcəb buyurur, həmçinin də bundan qəsd olan böyük hissəsini ihya etməkdir. Yəni, oyaq qalmaqdır, ibadətdə keçirmək. Və söyləyir ki, bunu Ayşənin radiyallahu anhənin Səhih Müslimdə söylədiyi bu söz deyir, təsdiqləyir. Ayşə anamız, möminlərin anası buyurur ki, Mə aləmuhu sallallahu aleyhi və səlləm qamə leylə həttə savə. Mən Allah Rəsulunun səhərə qədər bütün gecəni qaldığını, qalxdığını deyir, bilmirəm. Yəni, bu göstərir ki, Hafız İbn Rəcəb Rahimallah gətirir ki, gecənin böyük hissəsini oyaq qalardı. Həmçinin Hafız Nəvavi Rahiməhullah Müslimin şərhində gecəni ihya edərdi sözünü, yəni gecəni namazda və Allaha yaxınlaşdıran digər xeyirli əməllərdə oyaq qalardı. Yəni oyaq qalaraq keçirərdi deməkdir, İmam Nəvavi deyir. Həmçinin İbn Həcər Rahiməllahın sözünü gətirir Şeyx Abdullah Buxari, gecəsini ihya edərdi, yəni gecəsini oyaq keçirərdi. Ona itaətlə gecəsini dirildərdi.
və oyaq qalaraq özünü diriltmiş olardı. İhyə sözü qardaşlar diriltmək deməkdir. Yəni oyaq qalaraq diri olmuş olursan. Bu sözə İbn Həcər rahimehullah gözəl bir kəlmə deyir. Söyləyir ki, "Li'annən-nəvm əxul-mevt." Çünki yuxu ölümün qardaşıdır. İhya diriltmək sözünün gecəyə aid edilməsi isə geniş mənadadır, şeyx buyurur. Çünki ibadət edən kəs oyaq qalmaqla həyat tapdıqda öz həyatı ilə gecəsini də diriltmiş olur. Bu Peyğəmbər sallallahu aleyhi və səlləmin söylədiyi sözə bənzəyir. Allah Resulü buyurur ki, sallallahu aleyhi və səlləm, "Lə tec'alu buyutakum qubura." Evlərinizi qəbirlərə çevirməyin. Evlərinizi qəbir etməyin. Elə edin ki, evləriniz qəbirlərə bənzəməsin. Yəni, yatıb ölülər kimi olmayın. Şeyx buyurur. İbn Rəcəb sözün burada tamamlayır. Hədisdə həmsinin son 10 gündə gecə qiyamlarına davamlı olmağa çalışmaq, sonluğun gözəl xatiməyə təşviq etmək mənası. Yəni, sonluğun gözəlləşdirməyə hədis təşviq edir. Ki, Ramazanın son 10 günün daha da gözəlləşdirməyi. Şeyx buyur ki, "Xatamallahu lana bi xeyr, amin." Allah bizim sonumuzu xeyirli etsin. Amin. Bu hədisdə Ramazanın son 10 günündə ibadətləri artırmağın və onun gecələrini ibadətlərlə ihya etməyin, diriltməyin müstəhəb olduğunu göstərir hədis. Həmçinin bundan məqsəd gecəni namaz, zikir, sədəqə, Quran qiraəti, dua və səni uca Allaha yaxınlaşdıran digər xeyirli əməl və itaətlərlə ihya etmək deməkdir. Yəni heç də oyaq qalmaq, namazsız, salih əməllərsiz oyaq qalmaq nəzərdə tutulmur. Oyaq qalmaq dedikdə, yəni bu salih əməlləri etmək nəzərdə tutulur. Möminlərin anası Ayşə radiyallahu anhə hədisində gəldiyi kimi Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gündəki əməllərindən biri də izarının belini bərkitməkdir. Hədisdə belə keçir. Ayşə anamız deyir ki, o izarının belin bərkidərdi. Hafiz İbn Həcər rahimehullah Fəthül Bəri əsərində söyləyir, Şeyx Abdullah Buxari gətirir. Yəni, nə deməkdir izarının belin bərkitmək? Qadınlardan, zövcələrindən uzaq durardı Allah Resulü. Son 10 günlükdə. Sonra İbn Həcər rahimehullah söyləyir ki, Xattabi rahimehullah demişdir ki, ola bilsin ki, bununla ibadətdə daha ciddi olardı mənasındadır. Yəni, ibadətlərində daha çox səy göstərərdi. Və həmçinin Hafiz İbn Həcər rahimehullah söyləyir ki, Asim İbn Damranın rəvayət etdiyi hədisdə gəlir ki, Allah Rasulunun izarını bərkitdiyi, belini bərkitdiyi və qadınlardan uzaq durdu. Hədisdə bu cür keçir həmçinin. İbn Həcər rahimehullah söyləyir ki, bu ikisi və bağlayıcısı ilə gəlib hədisdə. Bu da ehtimaldır ki, yəni böyük ehtimal odur ki, qadınlarından uzaq dururdu Allah Resulü. Yəni mənası güclü olan budur ki, Allah Resulü qadınlarından son 10 günlükdə uzaq dururdu. Yəni bütün gücün ibadətə həsr edirdi. Burada İbn Həcərin sözü bitmişdir. İmam İbn Rəcəb rahimehullah Lataiful Məarif əsərində bu rəyi səhih görüb. Və həmçinin Sufyan Əs-Savri kimi imamların da bu cür təfsir etdiyini bildirir ki, onlar da deyirlər ki, yəni belin bərkidərdi, yəni qadınlarından uzaq durardı. İbn Rəcəb rahimehullah söyləyir, Peyğəmbər sallallahu aleyhi və səlləm əksər hallarda son 10 günü etiqafda keçirərdi. Quran və sünnə və icmaya əsasən etiqafda olan şəxsin qadınlarına yaxınlaşması qadağandır. Yəni, göstərən Quran sünnədə bunu göstərib, son 10 günlüyün hamısını etiqafda olurdu. Yəni, qadınlarına uzaq olurdu Allah Resulü. Ayşə anamızın hədisində keçdiyi kimi Peyğəmbər sallallahu aleyhi və səlləm bu 10 gündəki əməllərindən biri də ailəsini oyatmasıdır. Yəni, o gecə namazı qılmaq və bu fəzilətli vaxtları qənimət bilmək üçün Allah Resulü nə edirdi? Əhl-i beytini oyadardı. Şeyx deyir. İmam Buxari rahimehullahın səhih əsərində Təhəccüd kitabında gəlir. Bu hədis Təhəccüd kitabında gəlir. Yəni, fəsil açır İmam Buxari rahimehullah Peyğəmbərin sallallahu aleyhi və səlləmə vacib etmədən gecə namazına və nafilələrə təşviq etməsi fəsli. Və burada möminlərin əmri Əli İbn Əbu Talib radiyallahu anhudan gələn hədisi gətirir. Hədisdə buyurulur ki,
Allah Resulü Muhammed sallallahu aleyhi ve sellem daraqahu və Fatimə fəqalə ləhumə ələ tusalliyan. Allah Resulü Əli və Fatimə radiyallahu anhənin qapısını döyərdi və deyərdi ki, ələ tusalliyan, namaz qılmırsınız. Gecə vaxtı, son 10 günlükdə Allah Resulü belə deyərdi. Namaz qılmırsınız. Hafiz İbn Rəcəb Fəthül Bəridə nəql edir, burada gecə namazın fəzilətini göstərir. Həmçinin yatan ailəni və qohumları oyatmağın fəzilətli olmasına dəlalət edir, həmçinin bu hədis. Həmçinin Əli radiyallahu anhu rəvayət edir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm onları namaz üçün oyatdıqdan sonra evinə qayıtdı və namaz qıldı. Onlardan səs çıxmadığını gördükdə, yəni hansı ki Fatimə və Əli radiyallahu anh qapısını döydü, gördükdə ki qalxmayıblar, təkrar deyir, geri qayıtdı və onları yerindən oyatdı. İmam Təbəri rahimallah söyləyir ki, əgər Peyğəmbər sallallahu aleyhi və səlləm gecə namazının fəzilətinin əzəmətini bilməsəydi, Allahın məxluqatı üçün istirahət vaxtı təyin etdiyi gecəni qızını və əmisi oğlu Əlini deyir, narahat etməz. Yəni, Peyğəmbər sallallahu aleyhi ve sellem buyurub, bilir ki, yəni, gecə namazı daha fəzilətlidir. Ona görə istirahətdən onları oyadardı. Lakin Muhammed sallallahu aleyhi ve sellem وَأَمُرْ أَهْلَكَ بِالصَّلَاةِ Ailənə namaz qılmağa əmr et. Allahın bu kəlamına tabi olaraq onlar üçün bu fəziləti qazanmağı yatmaqdan üstün tutardı. Muhammed sallallahu aleyhi ve sellem. Burada İmam Təbəvinin sözü bitmişdir. İmam Məlik rahimallah Muvattə əsərində səhih sənədlə rəvayət edir ki, Ömər ibn Xattab radiyallahu anhu gecənin bir hissəsini Allahın istədiyi qədər namaz qılar Ömər ibn Xattab radiyallahu anhu. Gecənin sonu gəldikdə isə ailəsini namaza oyadaraq deyər ki, əs-saləh, əs-saləh, namaz, namaz deyərdi. Sonra isə Allahın bu ayəsini oxuyardı. وَأَمُرْ أَهْلَكَ بِالصَّلَاةِ وَاسْتَبِرْ عَلَيْهَا لَا نَسْأَلُكَ رِزْقًا نَحْنُ نَرْزُقُكَ وَالْعَاقِبَةُ لِلتَّقْوَى Ailənə namaz qılmağa əmr et, özün də onu səbirlə yerinə yetir, biz səndən ruzi istəmirik, əksinə sənə ruzi verən biz deyir uca Rəbbimiz. Və gözəl aqibət də təqva sahiblərindir. İmam İbn Rəcəb Sufyan Əs-Sovridən nəql edir, mənim üçün ən sevimli olan odur ki, son 10 gün daxil olduqda gecə təhəccüd namazı qılınsın. Və əgər gücləri satarsa, ailəsini və övladlarını da namaza qaldırsın. Şeyx buyur ki, ey qardaşlar, bu əməllərdən biri də etiqafdır. Son 10 günlükdə olan əməllərdən biri də etiqafdır. Səhih, Buxari və Müslimdə keçən hədisdə Ayşə anamız rəvayət edir. Peyğəmbər sallallahu aleyhi və səlləm vəfat edənə qədər Ramazanın son 10 gününü etiqafda keçirərdi. Vəfatından sonra isə zövcələri etiqafda oldular, deyir. Hədisdə gəlir. Şeyx Abdullah Buxari davam edir. Söyləyir ki, ey möminlər, etiqaf sözü lüğətdə bir yerdə qalmaq, ayrılmamaq, özünü tutub saxlamaq, həbs etmək, məskunlaşmaq və istər xeyir, istərsə də şər olsun, hər hansısa bir şeyə yönəlib ona bağlanmaq mənasındadır. Lüğətdə mənası. Hafiz Əl-İraqi rahimallah Talhiyat-ı Təsrib əsərində söyləyir ki, İmam Əş-Şafi buyurur, etiqaf insanın istər xeyir, istərsə də günah olsun, bir şeyi özünə lazım etməsidir və nəfsini ona həbs etməsi, bağlaması deməkdir. Uca Allah buyurur ki, وَانْظُرْ إِلَى إِلَٰهِكَ وَانْظُرْ إِلَى إِلَٰهِكَ الَّذ۪ي ظَلْتَ عَلَيْهِ عَاكِفًا Etiqaf etdiyin ilahına baxçılan deyir Allah subhanahu. Yəni bir yerdə məskunlaşan, ona bağlanan və ona yönələn kəs deməkdir. Bu sözün lüğəti mənasındadır. İslahi mənada isə etiqaf, Şeyx Abdullah Buxari buyurur ki, mənasına gəldikdə islahi mənasına Əhl-i-Sünnə imamları bu barədə tərifləri bir-birinə yaxındır. Və bu tərifləri cəm etsək, etiqaf Allaha itayət məqsədi ilə gecə və ya gündüz xüsusi bir sifətdə məsciddən ayrılmamaqdır. Şeyx buyurur ki, ey möminlər,
etiqaf sünnədir və Allaha yaxınlaşdıran bir ibadətdir. Şeyxülislam İbn Teymiyyə rahimehullah buyurur ki, etiqaf Quran, sünnə və icma ilə sabit olan bir sünnədir və Allaha yaxınlaşmaqdır. Uca Allah buyurdu ki, وَطَهِّرْ بَيْتِيَ لِلطَّائِفِينَ وَالْقَائِمِينَ وَالرُّكَّعِ السُّجُودِ Evimi təvaf edənlər, etiqaf edənlər, namaza duranlar, rükû və səcdə edənlər üçün təmizlə. Həmçinin Uca Rəbbimiz buyurdu ki, وَلَا تُبَاشِرُهُنَّ وَأَنْتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ Məscidlərdə etiqafda olduğunuz halda zövcələrinizlə yaxınlıq etməyin. Və bu barədə sünnədə də kifayət qədər dəlillər gəlmişdir. Müsəlmanlar da bunun bir ibadət və salih əməl olmasında icma ediblər. Və vaxtımızın azlığı səbəbindən burada saxlayaq inşallah. Allah Subhanahu wa Ta'aladan istəyirik ki, Allah bu məclisi xeyirli etsin, bərəkətli etsin, eşidənlər üçün faydalı etsin Allah Subhanahu wa Ta'ala. İnşallah sabahların davamı davam edəcək. Barakallahu fikum. Subhanakallahumma bihamdika, əşhədu an la ilahe illə ente, və estəğfiruke və etûbü ileyk.